Selamun Aleyküm və Rahmetullah. Aleyküm salam. İndiki zamanda bəzi gənclər məşhurlaşmaq xatirinə sosial şəbəkələrdə, əsasən də TikTokda canlı yayımlar açıb boş, faydasız işlərlə vaxtlarını itirirlər, ömürlərini zay edirlər. Bu cür gənclərə nə nəsihət edərdiniz? Elhamdülillah, bilirsiniz qardaşlar, yəni insan həyatı qıssadır. İnsan həyatı qıssadır. Yəni o sosial şəbəkələrdir bu, internetdir bu, buna bənzər alətlər. Bunlar insanın düzdür, faydası da var. Baxır kim necə istifadə edir. Həmçində zərəri də böyükdür. Ən böyük zərərlərindən də insanın beyninin inkişaf eləməyi, özü müstəqil, öz beyinlə düşünməyi məhv eləyir. İnsan bağlanır ona. Nə oldu? Baxır ona, deyir. Ona görə daha axtarış eləmir, bəhs eləmir, elmi bəslər. Demək olar ki, elmi bəslər yox olur. Heç də indi elmi bəhs lazım deyil. Hazırlaşanda elə yazırsan, hamı çıxır. Köçürüb qabağa verirsən. Bunun təbii ki, böyük zərəri var insana. Həm ətrafa. Müsəlman gərək öz vaxtını düzgün, səmərəli istifadə elə. Çünki vaxt elə bir şeydir ki, qiyamət günü soruşulacaq. Vaxtını nəyi sərf elədin? Onsuz da ömür qıssadır. Və mən tövsiyə edirəm, vaxtınızı o alətlərə sərf eləməyin çox. Ehtiyac olanda götürün, istifadə eləyin düzgün və başqa işlərlə də məşğul olun. Özünüzə baxın, sağlamlığınıza, elminizi artırın, əxlaqa fikir verin, ailəyə fikir verin, qonşularla münasibətə fikir verin, insanlara, cəmiyyətdə fikir verin, yaxşılığa çağırın insanları pislikdən çəkindirin, pislikdən çəkindirin. Yəni bunu tövsiyə edirəm. O cür alətlərə bağlanma, har aparır, biz bilmirik bu uşaqlar necə olacaq böyüyəndə. Bu alətlərlə böyüyürlər onlar. Görək, 15-20 ildən sonra görək onlar necə olacaqlar. Təbii ki, fərq olacaq. Bizdən fərq olaraq biz də bir 50 il qabaqkilərdən fərqlənmişik. Görək onlar necə olacaq, Allah bilir necə olacaq. Allah hər halda yəni həm valideyn, həm insan özü o alətlərlə işləyəndə, baxanda ehtiyatlı olsunlar. Yaxşı? Allah razı olsun.